Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Dövlət Statistika Komitəsinin xarici ticarət bülletenindəki ay 92 markalı benzinin ümumi ixrac həcmi və qiymətinə baxdım. Həqiqətən də ixrac qiymətləri Azərbaycan bazarındakı topdan satış qiymətlərindən belə ucuzdur. Azərbaycanın 8 ayda ümumi dəyəri 4085,18 min dollar olan 6457 ton ay 92 marka benzin ixrac edib. Belə ki, 1 ton benzin 1350 litredir. Bu isə ortalama 632,67 dollar deməkdir. Yəni 1 litr ay 92 benzin 0,47 dollar və ya 80 qəpikdən ixrac edilib. Referans az xəbər verir ki, bu sözləri Pravda AZA açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Niyə belədir? Bu sualın cavabını yalnız onu satan izah edə bilər.